Salam. Bugün şəkilçilərin növləri testinin izahını verəcəm. Amma izah verməzdən əvvəl abunə olmağı, rəy bildirməyi və bəyənməyi unutmayın. Siz dəstək olun ki, belə videoların ardı gəlsin. Başlayaq. Hansı cümlədə leksik şəkilçili söz yoxdur? Atılan topların səsinə qulaq batırdı. Burada gördüyünüz kimi atmaqdan atılmaq var. Bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Yaymaqdan yayılmaq var. Gətirdiyimiz meyvələrin hamısı satıldı. Satmaqdan satılmaq var. Təhlükədən qorxan cüyürlər ətrafa dağıldı. Baxın, dağılmaq sözün köküdür, həm də başlanğıc formasıdır, sadə sözdür. Təhlükədən çıxışı qal şəkilsi, qorxan perisifət şəkilsi, lalər cəm şəkilsi, ətrafa yönlük al şəkilsi var. Sadədir hamısı. Vəziyyəti belə görəndə o da bizə qatıldı. Qatmaqdan qatılmaq, d-dakı şuri keçmiş zamandır, var. Cavab oldu d variantı. Yalnız qrammatik şəkilçili söz hansıdır? Baxaq, yaşıldan yaşıllaşmaq, yaşıldan yaşıllaşmaq, yaşıllaşdırmaq, ıl və d. Deməli, yalnız burada qrammatik şəkilçi olmadı. 3 dənə leksik şəkilçimiz var. İşdən, işləmək, işləyirlər. 2 dənə qrammatik şəkilçimiz var. 1 dənə leksik şəkilçimiz var. Yalnız qrammatik olmalıdır. Göndərməkdən, göndərəcəyik. Burada bizim 2 dənə qrammatik şəkilçimiz var. Leksik yoxdur. Cavab budur. Həvəsdən, həvəskarların 2 dənə qrammatik, 1 dənə leksik şəkilçi var. Köməkdən, köməkləşirik. 2 dənə qrammatik, 1 dənə leksik şəkilçi var. Ona görə cavab oldu C variantı. Baxaq 3-ə. Yalnız qrammatik şəkilçinin ibarət olan bəndi müəyyənləşdirin. Lıq burada bilirsiniz ki, leksikdir. Sız da həmçinin alınmadı. Ç leksikdir, daş leksikdir. Lar orada qrammatikdir. Dandən var burada deməli. Dandən bu leksik şəkilçi də ola bilər. Eyni zamanda qrammatik şəkilçi də ola bilər. Sonra burada l var zaten. L qrammatik deyil, leksik şəkilçidir. Qınkin də ki, həmçinin leksik şəkilçidir, alınmadı. Burada d-dır, ımızdır, lardır. Bunlar amonimliyi yoxdur. Elə hamısı qrammatik şəkilçi gedəcəklər. Burada deməli, baxırıq, la elə leksik şəkilçidir. In bilirsiniz, amonim şəkilçidir. Həm leksik, həm qrammatik ola bilir. Ona görə bu da, belə deyək də, bu da alınmadı. Burada bir dənə tam dəqiqliklə larlər qrammatik şəkilçi idi. 4 cür yazan şəkilçilərin tərkibində hansı sahitlər işlənir? Əlbəttə ki, qapalı sahitlər işlənir. 2 cür yazanların tərkibindən açıq sahitlərdən istifadə edilmiş olur. 5-ə baxaq. Sözlərdən birində 3 leksik şəkilçi işlənmişdir. Könüldən, könüllülük. 2 dənə leksik şəkilçi var. Qayıqdan, qayıqçıların. 2 dənə burada deməli qrammatik bir leksik şəkilçi var. Azdan, azalmaq, azaltmaq, azaldılmış. Burada deməli 3 dənə leksik şəkilçinin istifadə edilib. Belə cavabımız olacaq bu. Sənətdən, sənətkarlıqdır. Bir dənə qrammatik, 2 dənə leksik var, alınmadı. Döyməkdən, döyüşmək, döyüşçülərin. Burada deməli 2 leksik, 2 qrammatik şəkilçi var. Şərtimizi ödəməli, 3 dənə istəyirdi. Cavab oldu C variantı. Sözlərdən birində 3 leksik şəkilçi işlənmişdir. Döyməkdən, döyüşmək, döyüşçülər, imizdən. 3 dənə qrammatik, 2 leksik var. Uçmaqdan, uçurmaq, uçurtmaq, uçurdulmuş. 3 dənə leksik şəkilçi var. Cavab elə olacaq burada B variantı. Dinləmək sözün kökü, dinləyicilər, dinləyiciləri, nə? Dinləyicilər, dinləyiciləri, nə? Burada həm mənsubiyyət, həm də hal şəkilçisi var. 3 dənə qrammatik şəkilçi var burada. İ burada mənsubiyyətdir, lar cəmdir, A-ədə yönlükdür. Getdim. Çök, çökək, çökəkliklərdən. Bu da alınmadı. 2 dənə leksik şəkilçi var. Burada bir dənə var idi. Çəkməkdən, çəkilmək, çəkiliş, çəkilişimiz. Burada deməli 2 dənə leksik şəkilçimiz var. Ona görə cavabımız oldu bu variantı. 7-yə baxaq. Ön şəkilçi artırıla bilən sözlər cərgəsini müəyyən edin. Baxaq görək hansını artırmaq olar. La məkan, la qeyd, anormal. Bunları artırmaq olar.
Cavab olacaq burada E variantı. Digərlərində baxaq görək. Məsələn, nainsaf olar, nakişi olar, nadinc olar. Bunları artırmaq olardı. Baxaq görək başqa. Yoxdur. Cavab oldu E variantı. 8. Ön şəkilçi artırıla bilən sözlər cərgəsi müəyyən edin. Baxın, naşükür, laməkan, baməzə ola bilər. B variantı da burada. Digərlərində narazı, namüəyyən ola bilərdi. Namüəyyən. Aha, sonra baxaq görək. Nadinc ola bilərdi yenə də burada. Sonra görək. Başqa da yoxdur. Ən uyğunu B variantıdır. Hansı sözlərdə L samitini həm leksik, həm də qrammatik şəkilçinin tərkibində düşünmək olar? Aha, deməli, yazılar, burular, sürülər, atlar, qırılar. Burada 1-i və 3-ü düşünmək olar. Necə? Deməli, həm leksik, həm də qrammatik şəkilçi. Yazılar. Gəlin birinci buna baxaq. İzahını verim sizə. Yazılar. Yazmaq sözün kökü. Yazı, leksik. Yazılmaq, leksik. Ardakı qeyri-qəti gələcək zaman. 2 dənə leksik, bir dənə qrammatik şəkilçi oldu. Feil oldu. Nə edər? Yazılar. Yazmaqdan yazı, yazılmaq. İndi başlayırıq buna baxaq görək. İndi qrammatik şəkilçi lazımdır bizə. Yazılar. İndi isim olacaq uşaqlar. Yazmaqdan yazı, lardakı burada cəm şəkilçisi oldu. Sürülərə baxaq. Sürülər. Sürməkdən sürmək, sürülər şəklində. Sürülər. Heyvan sürüləri mənasında isim. Bir də ki, maşın formasını düşünək. Sürməkdən sürülər. Sürməkdən sürülmək, sürülər şəklində feil formasına düşünmək olar bunu. Cavab ona görə olacaq 1-3. Digərinə baxaq. Bunları silək. Qoy ucalsın xanın səsi, Qarabağın şikəst səsi, altına xətt çəkilmiş şəkilçi haqqında hansı fikir doğrudur? Hal şəkilçisi düzdür. Xanın səsi. Buradakı ın, deməli, yərəkanın şəkilçisidir. Si mənsubiyyətdir. Yenə Qarabağın şikəst səsi, yərəkanın şəkilçisidir. Qarşısında da mənsubi şəkilçisi dayanıb. Çox rahat. Zaman şəkilçisi. Zaman şəkilçisi ola bilməz. Yəni, ın deyə zaman şəkilçimiz yoxdur. Xəbərli şəkilçisi də, məsələn, yazın, baxın şəklində, amma elə deyil. Çünki bundan sonra mənsubi şəkilçiyə söz gəlib. Mənsubi şəkilçisi deyil. Əvvəldə deməli, birinci hissədə yərəkal şəkilçisidir. Ondan sonra mənsubiyyət gəlib, gördüyünüz kimi. Yərikalın tələbinə əsasən, ondan sonra mənsubi şəkilçidə söz gəlir. Leksik şəkilçi də deyil. Buradakı ilə qrammatik şəkilçinin özüdür. Yərikalın şəkilçisidir ki, tələbinə əsasən mənsubi şəkilçili söz gəlib. Rahat test idi. Sənin gülüşlərin bir rüzgar kimi əsərkən arzumun gülü açılır. Arzumun gülü, gülüşlərin, sənin gülüşlərin. Deməli, sənin gülüşlərin oldu. Buradan da görürsünüz ki, yərikalı sözün qarşısına mənsubi şəkilçili söz dayanıb. Ona görə də bu mənsubi şəkilçisi olacaq. Artıq ikinci deməli, altına xətt çəkilmiş inlər burada oldu və i şəkilçisi oldu, mənsubi şəkilçisi. Çünki onun qarşısında yərikalı şəkilçisi dayanıb. Elə bayaqçının eynisidir. Cümlədə üzərinə rəqəm qoymuş sözlərdən biri tərkibindəki leksik və qrammatik şəkilçilərin sayına görə digərlərindən fərqlənir. Gəlin baxaq. Əkməkdən əkin, əkinçilər, imiz. 2 leksik, 2 qrammatik. Sahə, sahələrdəki 1 leksik, 1 qrammatik. Sudan, sulamaq, sulanmaq, sulanmayan. Deməli 2 leksik, 2 qrammatik. Şumdan, şumlamaq, şumlatmaq, şumladan, dan. Burada da 2 dənə leksik, 2 dənə qrammatik. Qərardan, qərarlaşmaq, qərarlaşdırmaq, qərarlaşdırdılar. 2 dənə leksik, 2 dənə qrammatik. Bir dənə sahələrdəkində, bir dənə leksik, bir dənə qrammatik olduğuna görə cavab olacaq burada D variantı. Digərinə baxaq. Deməli, biri qrammatik şəkilçilər sırasında verilə bilməz.
Mühasibə şəkilsi əlbəttə ki, ismin hal şəkilsi, cəm şəkilsi, feilin şəxs şəkilçiləri doğrudur, amma feilin qrammatik məna növü şəkilçiləri leksikdir. Bu yanlış oldu. Amma feilin deməli şəkillərinin şəkilçisi qrammatikdir. Təsriflənməyən formalarının şəkilçiləri də qrammatikdir. Feillərdə ümumiyyətlə yenə qrammatik şəkilçilərdən biri də inkar şəkilçisidir. Şəxs xəbəri şəkilçisidir, zaman şəkilçiləridir. Baxaq digərinə. Tərkibində 3 leksik, 2 qrammatik şəkilçi olan sözlər sırasını müəyyən edin. 3 leksik, 2 qrammatik. Solmaqdan solğun, solğunlaşmamışdır. Alınmadı. 3 dənə qrammatik. Bərkdən, bərki, bərkimək, bərkdən bərkimək, bərkidilməlidirsə, bərkdən bərkimək, bərkitmək, bərkidilməlidirsə. 3 dənə qrammatik, 3 dənə leksik var. Bu da alınmadı zaten. Sonra maldarlıqdakilardan, maldan, maldarlıqdakilardan, köçməkdən, köçürmək, köçürtmək, köçürtdürmüşdür. 3 leksik, 2 qrammatik. Elə bax cavab bu olacaq. Maldar deyən, indi malı sıx olan mənasında, heyvanlar sıx olan, çox olan mənasındadır. Dar, onu bildirir, sıxlığı bildirir. Sonra saymaqdan, sayğı, sayğısızlıqdan, burada deməli, saymaq, sayğısızlıqdan. Burada 3 leksik, 1 qrammatik oldu. Şərtimizi ödəmir. Digərinə də baxaq. Nəzarətdən, nəzarətçilərimizdən. Bu da ödəmədim. Səhvdən, səhvsizdir. Bu da ödəmir. Utanmaqdan, utancaqdır. Alınmadı. Yazmaqdan, yazı, yazıçılıqdan. 3 dənə leksik, 1 qrammatik. Bu da ödəmədi. Müdafiədən, müdafiəçidirlər. Bir dənə leksik, 2 dənə qrammatik. Burada da alınmadı. Cavab oldu bu variantı. Digərlərinə baxaq. Hansı sözdə yalnız 1 leksik şəkilçi işlənib? Baxaq görək. Salamdan, salamdan, salamlamaq, salamlaşdıq. Burada 2 dənə leksik var. Üzdən, üzləşdik. Bir dənə leksik şəkilçi elə bax buradadır. B variantı olacaq burada. Bağdan, bağlamaq, bağlanmışdı. 2 dənə var. Qarşıdan, qarşıdan, qarşılamaq, qarşılaşdıq. 2 dənə leksik var. Asandan, asanlaşdırdık. 2 dənə deməli leksik, 2 dənə qrammatik şəkilçimiz var burada. Sonra daha çox leksik şəkilçisi olan sözü müəyyən edin. Ev, evinizdəkilərdən. Burada deməli bizdə bir dənə leksik şəkilçi var. Qəlbdən, qəlbimizdəkiləri. Bir dənə leksik var. Biçməkdən, biçin, biçinçi, biçinçilik, biçinçiliyin 3 dənə leksik var. Məhsuldan, məhsuldarlıq 2 dənə var burada. Təmizdən, təmizkarlıqdan. Burada 2 dənə var. Ona görə cavab oldu 16-da C variantı. Hansı nümunədə amonim şəkilçilər vardır? Evə gəlmişdir, həyətdə gəzdirmək. Elə cavab burada A variantıdır. Evə gəlmişdir. Bu qrammatik şəkilçidir. Hardan bilirik? Evə gəlmişdirmək demək olmur. Magməki əlavə edə bilmiriksə, deməli bu qrammatikdir. Həyətdə gəzdirmək. Baxın, bundan sonra magməki əlavə ediblər, leksikdir. Deməli, biri qrammatik, biri leksik oldu. Ona görə cavab A-dır. Kütləvi qırğın, tibbi yardım. Burada baxaq görək. Kütlədən, kütləvidir. Tibdən, tibbidir. Qırğın, yardım. Burada ümumiyyətlə heç amonim şəkilçini mən görmədim. Yəni, bir-birinə amonim olan şəkilçilər yoxdur. Səhərin açılması, maşınların səsi. Burada artıq eyni deyiblər. Amma ikisi də eyni funksiyanı yerinə yetirir. Yer-ikal şəkilçisidir. Ardına baxaq. Gördüyümüz rəssam ağacları sulamaq. Burada baxaq görək, bir-birinə amonim olan şəkilçi yoxdur, mən görmürəm. Deyim tərzi, geyim kolleksiyası. Gördüyünüz kimi burada da eyni funksiyanı yerinə yetirir. Geyinməkdən geyim, deməkdən deyim. Deməli, bu da öz şərtini ödəmədi, ona görə alınmır. İkisini də eyni funksiyanı yerinə yetirir.
Bir cür yazan şəkilçilər olan bəndi müəyyən edin. Lıq, lik, luq, lük, çı, çi, çu, çi 4 cür yazılır. Maqmək 2 cür yazılır. A səsi də həmçinin 2 cür yazılır, alınmır. Sonra deməli keş, ivi, gil, daş. Elə 18-də beydi. Ondan sonra larlər 2 cürdür, mamədir, ki 4 cürdür, daki 2 cürdür. ın 4 cürdür, dandən 2 cürdür. Sonra aə 2 cürdür, dadə 2 cürdür. Il 4'dür. Sonra ıb, ib, ub, üb. Anda, əndə 2'dir. Ara, qərək 2'dir. Ona görə cavab oldu B variantı. Sonra baxaq 19'a. Tərkibində həm leksik, həm də qrammatik şəkilçilər olan sözləri müəyyən edin. Edək. Həm leksik, həm qrammatik. Yazıçılarımız. Yazmaqdan, yenə yazı, yazıçılarımız, həm leksik, həm qrammatik. Məclisdəkilər, həm leksik, həm qrammatik. Məktəblidən, həm leksik, həm qrammatik. Cavab olacaq A variantı. Sonra meydança, sırf leksik var. Yaxşılıq, sırf leksik var. Bağban, sırf leksik var. Pislik həmçinin, ailəvi həmçinin, evdar həmçinin bir dənə leksik var. Sancmaqdan sancı yarandı, bir dənə leksik. Duzdan duzlu, 9 sadədir. Məktəbdədir. Yerlik al və şəxs xəbəri şəkilçisi var, alınmadı. Məktəbdədir. Sözlərimizdən, lər, imizdən. Ancaq qrammatik şəkilçi, yolunuzda. Mənsubiyyət şəkilçisi var və bir də qrammatik deməli şəkilçi var, yerlik al şəkilçisi, leksik şəkilçi yoxdur. Bunlardan biri yalnız qrammatik şəkilçi kimi işlənir. Sız leksik şəkilçi kimi işlənir. Mami həm inkar, həm də ki deməli feildən isim, sifət düzəldən şəkilçi kimi istifadə olunur. Məsələn, deyirəm ki, saçı burma, bir də deyirəm ki, burma saç. Görürsünüz, amonimdir. Burma saç. Necə saç? Burmaqdan burma. Bir də deyirəm ki, saçı burma. Saçı burma. İndi bura artıq. Saçı burma. Burada oldu inkar. Sonra ın həmçinin həm leksik olur. Məsələn, görməkdən görünmək. Həm də ki, yazın, oxuyun, baxın şəklində qrammatik olur. Dırda, bayaqlar elə buna nümunəni biz gördük. Həkimdir. Həkimdirmək deyə bilmirəm. Bilirəm ki, qrammatikdir. Bilməkdən bildirmək desəm leksik olacaq. Ona görə bir dənə burada d-dır, şudi keçmişdir ki, bunun leksik variantı yoxdur. Bu şəkilçilərdən biri həm isim düzəldən şəkilçi, həm də şəxs şəkilçisi kimi çıxış edə bilir. Baxaq, həm isim düzəldən, həm də ki, şəxs şəkilçisi lazımdır. T deyə şəxs şəkilçimiz yoxdur. Iş deyə bir şəkilçi yoxdur, şəxs yoxdur, madı da yoxdur. Sın və aq ek qaldı. Sın deyə leksik şəkilçimiz yoxdur, getdi. İndi baxırıq, yenə isim düzəldən şəkilçimiz yoxdur. Aq ek də var. Məsələn, baxaq görək, hansı sözlərə nümunə göstərmək olar sizə. Məsələn, dayanmaqdan dayaq deyə bilərəm. Dayaq, dayaq. Dayanmaqdan dayaq şəkilçisi yaranır. İndi bu aq ek şəkilçisidir. Sözün sonu saitlə bitdiyinə görə şəkilçidəki a saiti düşür. Və deyə bilərəm ki, yazaq, oxuyaq, baxaq, əmr şəkli yarada bilərəm. D variantı olacaq. Bu şəkilçilərdən biri həm sifət düzəldən şəkilçi, həm də şəxs şəkilçisi kimi işlənə bilər. Həm sifət düzəlsin, həm də şəxs şəkilçisi kimi istifadə edilsin. Icıda elə bir şey yoxdur. L-da da həmçinin yoxdur. Şəxs xəbəri şəkilçimiz yoxdur elə bir şey. Ağa nəyən də yoxdur. Sızda da yoxdur. Elə ığı götürəcək. Məsələn, deyirəm ki, yazırıq, baxırıq, nə edirik? Birinci şəxsin cəmi. Bir də buruq deyə bilərəm, açıq deyə bilərəm. Burmaqdan buruq, açmaqdan açıqda sifət yaratmış olacaq. C variantı. Hansı cümlələrdə leksik şəkilçili söz işlənmişdir? Gəlin baxaq. Leksik şəkilçili söz işlənmişdir. Ətirlidir, ətirdən, ətirlim. Bağdan, bağladım. 1. Nərgizləri dipçəyə qoyub rahat nəfəs aldım, yoxdur. Zərifi ilə görməkdən görüşümüz sonradan sonraki günə qalır, düzdür. Yerin təkində gizli sirlər yatır. Aha, burada da yoxdur. Dünəndən, dünənki hadisə məni çox sarsıtıbdır, sadədir. Deməli, burada oldu 1, 3 və 5. B variantı. 23-də də B oldu. Digərlərinə baxaq. Aha. 24-də baxaq.
Şeirdəki leksik şəkilçili sözlər hansı nitq hissəsinə aiddir? Orada olsaydım əgər, deyərdim ay həkimlər, siz o vurğun ürəyi, xəstə yorğun ürəyi elektrik lentinə çəkməyin. Deməli deyir ki, bunlar hansı nitq hissəsinə aiddir? Əlbəttə ki, deməli aid olacaq sifətə. Vurğun ürək, yorğun ürək necə nə cür? Feildən yaranıb sifət. Leksik şəkilçi sözlər nitq hissəsi olaraq sifətə aid olacaqlar. Sonra hansı sözlərdə dan-dən leksik şəkilçidir? Qəsddən. İki dənə d olanda bilin ki, isimdən söhbət gedir, qəsd. Amma məsələn, bu şəkildə olsaydı, mən buna zərf deyərdim. Qəsddən. Qəsd ən şəkilçisi olacaqdı. Amma yenə burada dan-dən olmayacaqdı zaten. Ucadan, bunu götürə bilərəm. Çoxdan, bəli, çoxdan bu hadisə oldu. Nə zaman? Ucadan danışdı, necə nə cür. Hərdən bizə gələrdi. Nə zaman bizə gələrdi? Hərdən bizə gələrdi. Əzələdən, nədən, hamıdan, kimdən? Cavab olacaq burada deməli B variantı. Hansı sözləri iki leksik şəkilçi işlənib? Gəlin baxaq. Çalışman, çalış sözün köküdür. Bilirsiniz, çalışdı, yarışdı, barışdı. Sadə sözlərdir bunlar. Bir dənə leksik var, getdim. Bir olanları gəlin çıxaq. Göndərməkdən, göndəriş. Bir dənə leksik şəkilçi var. Gəlin ikiləri də çıxaq. Canlanma, canlan, canlanma. Burada bunu götürə bilərik. Sonra qurudan, qurulama, qurulandı. Deməli, bunu da götürə bilərik. Quru, qurulama, qurulandı. İki dənə leksik var. Sancmaqdan, sancaq. Sancmaqdan, sancaq. Sancmaqdan, sancaq. Aha. Bu da deməli, bir dənə leksik var burada. Getdi, elə cavab çıxdı artıq. A variantı. Çəkməkdən, çəkilmək, çəkiliş. İki dənə leksik burada var. Sonra, İki cür yazan şəkilçilərin cərgəsini müəyyən edək. Lalə, dakidəki, laşləş, lanlən, elə burada A variantıdır. Deməli, baxaq görək. Burada bir cür yazılır. Lıq 4 cür yazılır. Sonra çaçə var. İm, ün, ün 4 cür yazılır. Ağa nəyən, ik, ük 4 cür yazılır. Ona görə cavab olacaq A variantı. Sonra digərinə baxaq. Hansı cərgədəki sözlərin tərkibində iki leksik şəkilçi vardır? Qumdan, qumsallıq. İki dənə leksik var. Sənətdən, sənətkar, alınmadı. Bir dənə leksik var. Bağdan, bağçılıqdan, getdi. Qəhrəmandan, qəhrəmanlıq, güldən, gülçülük, ovdan, ovlaq da alınmadı. Vurmaqdan, vurğunluq, dönməkdən, döngədəki, çəkməkdən, çəkisiz, çəkisiz bu şəkildə. Yoldaşda, yoldan, yoldaşda bir dənədir. Kitabdan, kitabxana bir dənədir. Sürətli bir dənə. Tapşırmaqdan, tapşırıq. Əkməkdən, əkin, əkinçilik 3 dənə. Çalışmaqdan, çalışqanlar bir dənə. Sonra digərinə baxaq. Hansı cərgədəki sözlərin tərkibində bir leksik şəkilçi vardır? Bir leksik şəkilçi istəyir bizdən. Yaxınlıq. Bir dənə leksik var. Azğın, azğın, laş 2 dənə var burada, alınmadı. İncirdən, inciməkdən, inciklik alınmır. 2 dənə var, amma digərlərinə bir dənədir. Sonra, yarmaqdan, yarğandakı 2 dənə var. Vurmaqdan, vurğunluq 2 dənə var. Çoxdan, çoxal, çoxalt, çoxaldılmaq 3 dənə başlıqlar alınmadı. Bu da 29-da deməli. Sarsıntı, sarsıntı zaten sadədir. L orada leksikdir, bir dənədir. Dinləməkdən, dinləyici bir dənədir. Azğınlıqda artıq 2 dənədir. Bu da alınmadı. Göndərilmək bir dənədir. Uçmaqdan, uçurmaq bir dənədir. İnanmaqdan, inanclar bir dənədir. Hədə bir dənədir. Bizdən bir dənə istəyirdi. Cavab olacaq D variantı.
Mədəni zaten sadədir. Evdarlıqdır 2 dənədir. Burmaqdan, burulğan 2 dənədir. Ona görə cavabımız oldu deməli 29-da D variantı. Hansı misralarda ön şəkilçili söz vardır? Baxaq. Bi, vəfa, bəli bunu götürəcəyik. Müxənnət, nakəs. Aha, nakəs. Sonra doğru sözün düz ilqarını görmədim. Namərd. Dünyada çox çəkdim bəhsini. Namus sadədir heç. Namusun qeyrətin aran görmədim. Cavab oldu deməli burada 1 və 3. B variantı. 30-da B-dir. Sonra 31-dən hansı cərgədəki işarələnmiş sözlərdə amonim şəkilçə işlənmişdir? Atam birazdan gələsidir. Uşaq yatıbdır. Burada dir şəkilçisinə diqqəti çəkmək istəyiblər. Amma hər birində də qrammatik şəkilçidir. Gələsidirmək, yatıdırmaq demək olmur. Elmi əsər, zehni iş hər birində elm və zehin ismindən sifət düzəldilib. Eyni funksiyadır. Quşların səsi, onun ailəsi, ikisi silər, mənsubiyyətdir. Sınıq qol, gölə baxırıq. Baxın bu. Birində leksikdir, birində qrammatikdir. Bunu götürəcəyik. Mənim kitabım, oxumağım, mənim oxumağım, mənim kitabım eyni funksiyanı daşıyan mənsubiyyət şəkilçisidir. Hansı cərgədəki işarələnmiş sözlərdə amonim şəkilçilər işlənmişdir? İllik plan, yazlıq taxıl eyni funksiyadır. Sifət düzəlir. Görməli, oxunmalı, feil sifət. Məktub yazdırmaq, sildirmək, ikisindən də leksik şəkilçi dirdir. Tarixi, hadisi, zehni iş getdi. Həvəslə çalış, ikisi tarixi, zehni yenə bayaqlara dediyim kimi isimlə sifət düzəldib. Həvəslə çalışmaq, zavodda işləmək. Aha. Burada zərf düzəldib. Həvəslə çalışmaq necə nəcür? Zavodda işləmək, nə etmək? Baxın, burada da feil düzəldib. Birində zərf, birində feil düzəltdiyinə görə 32-də olacaq E variantı. Fərqlidir, amonimdirlər. Həm zərf, həm də feil düzəldə bilirlər. 33-ə baxaq. Hansı bənddə altına xətt çəkilmiş şəkilçilər amonimdir? Baxın, A-da yeni eyni funksiyadır. Dairəvi, aləvi. Səpin başlandı, əkin yeri şumlandı, yenə eynidir. İsim düzəlib, səpin, əkin, feildən. Atların qaçışı maraqlıdır, körpənin baxışı. Qaçmaqdan qaçış, baxmaqdan baxış, isim. Dərsi oxu, kitabı al, nəyi, təsirkar şəkilçisi. Şəkli darvazadan qopar, darıxma tez qayıdar. Aha, gəlin baxaq. Şəkli divardan qopar, nə et sualına cavab verir. Buradan mən bilirəm ki, ağır leksikdir. Darıxma tez qayıdar, qayıtmaqdan qayıdar, nə edər? Bu da nə edər sualına cavab verir. Qrammatik şəkilçilər sualın tərkibinə daxil olur. Oradan bildim ki, bu qeyri-qəti gələcək zamanın şəkilçisidir. Ona görə 33-də oldu E variantı. Aha, az qalıb. Gəlin buna baxaq. Mənim bölməm ifadəsinin tərkibindəki şəkilçilər növü hansı bənddə düzgün ardıcıllıqla verilib? Deməli, im, yərikal şəkilçisidir. Böl, bölmə. Burada deməli, leksik və sonra gəlib mənsubiyyət. Bizə lazımdır hal, leksik və mənsubiyyət. O da A variantında. 34-də A-dır. 35-ə baxaq. Bizim nəğməkarımız ifadəsinin tərkibindəki şəkilçilərin növü hansı bənddə düzgün ardıcıllıqla verilib? Yenə eyni sualdır. Buradakı deməli, yerikan şəkilçisi nəğmədən. Nəğməkarımız deməli, bizə lazımdır hal, ondan sonra leksik, sonra da mənsubiyyət D variantı. 35-də olacaqdır. Sonra digərinə baxaq. Şəkilçinin, ıq şəkilçisinin işləmə məqamlarından biri səhv verilmişdir. Feili sifət şəkilçisi. Aha, belə bir feili sifət şəkilçimiz yoxdur. Bizim ümumiyyətlə 6 dənə feili sifət şəkilçimiz var. Biri andır, biri an-əm, biri acaq-əcəkdir, biri malı-məlidir, biri asa-əssidir, bir də ki, dıq plus mənsubiyyət şəkilçisidir. Dıq plus mənsubiyyət.
Ondan sonra var burada bizə deməli 1, 2, 3, 4, 5. Bir dənə də hansı şəkilçimiz qaldı bizim? Mış şəkilçimiz qaldı. Bəli. Mış şəkilçimiz də var ki, bunlar feil sifətə aid olan 6 dənə şəkilçidir. Başqa da yoxdur. Feildən isim düzəldən şəkilçi kimi, bəli, feildən isim düzəldən şəkilçi kimi çıxış eləyir. Doğrudur. Yanmamaqdan, yamaq məsələn, düzəltmək olar. Ya da yox, üzr sayın, bilməkdən bilik götürərik. Bilməkdən bilik. Bilməkdən bilik. İlk buradan götürmək olar. Bilməkdən bilik, bəli, düzdür. Feildən sifət düzəldən şəkilçidir. Bəli, feildən sifət düzəldən şəkilçi olur. Burmaqdan buruq saç məsələn götürə bilərəm. Xəbəri şəkilçisidir. Məsələn, yazırıq, oxuyuruq, baxırıq. Birinci şəxsin cəm şəkilçisidir, doğrudur. I şəkilçisinin işləmə məqamlarından biri səhv verilmişdir. Feili sifət şəkili yoxdur. Xeyr, feil sifətin elə şəkilçisi yoxdur. Bayaqları qeyd elədim. Feil düzəldən şəkilçidir. Məsələn, qazmaqdan, qazmaqdan, qazmaq. Qazmaq. Düzdür. Ondan sonra təhsilkar şəkilçisidir. Bəli, məsələn, kitabı al, nəyi, dərsi oxu, nəyi oxu. Feildən isim düzəldən şəkilçidir. Feildən isim düzəldən şəkilçidir. Məsələn, yazmaqdan yazı. Yazı, yazmaqdan yazı. İsimdən sifət düzəldən şəkilçidir. Bənövşəyi, məsələn, bənövşə isimdən bənövşəyi düzəldi. Yaşadır bu sevgi, bu istək məni misrasında aşağıdakı şəkilçilərdən biri yoxdur. Gəlin baxaq. Deməli, yaşdan, yaşdan. Yaşdan, yaşamaq, yaşatmaq, yaşadır. Ir şəkilçisi var. Sevməkdən sevgi, istəməkdən istək yaranıb. Baxaq indi. Deməli, zaman şəkilçisi ir, indiki zaman var. Feilin isim düzəldən şəkilçisi, sevməkdən sevgi, istəməkdən istək. İcbar növ şəkilçisi dır, yoxdur. Təhsilkar şəkilçisi var, bəli, məni. İsimdən feil düzələn şəkilçi o da var. Cavab oldu burada C variantı. Sonra get azğınları, satqınları qandır. Misrasında aşağıdakı şəkilçilərdən biri yoxdur. Yenə eynidir, eyni testdir. Azmaqdan azğın sifəti, satmaqdan satqın sifəti, qanmaqdan qandırmaq feili yaranıb. Cəm şəkilçisi larlər var, satqınlarda var. Təhsilkar şəkilçisi azğınları, satqınları. İcbar növ şəkilçisi qanmaqdan qandırmaq. Sən qandır. Aha, yoxdur. İcbar növ şəkilçisi burada da eynən elə eyni testdir. Sonra feildən feil düzəldən şəkilçi qanmaqdan qandırmaq. Feildən sifət düzəldən şəkilçi azmaqdan azğın, satmaqdan satqın. Düzdür. Sonra 40. Bibim gildəkindən. Aha. Bibim gildəkindən. Deməli, bibi sözünün köküdür. M mənsubiyyət, gil leksik, dəki leksik, bibim gildəki, bibim gildəkindəndəki qrammatik şəkilçidir. Baxırıq. Deməli, nə gəldi burada? Şəkilçiləri. Mənsubiyyət, qrammatik şəkilçi gəldi. Ondan sonra leksik şəkilçi gəldi. Sonra leksik, sonra yine qrammatik gəldi. Cavab olacaq 40-da A variantı. Sonra baxaq digərinə. Qrammatik şəkilçilərlə bağlı fikirlərdən biri səhvdir. Qrammatik şəkilçilərlə bağlı. İsmin hal, mənsubiyyət, cəm şəkilçilər qrammatikdir. Qrammatik şəkilçilər sözün leksik mənasını dəyişir. Xeyr, leksik şəkilçilər dəyişir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir. Söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamaq xidmət edir. Məsələn, məktəb, həyəti deyirəm. Söz birləşməsi yaratmaqda mənə kömək etmiş oldu. Bəzən qrammatik şəkilçilər leksik şəkilçilərlə əvvəl də işlənə bilir. Bəli, düzdür. Daki, dəki şəkilçisi k-dır. Ondan sonra sızdır. Gil şəkilçilərinin əvvəl qrammatik şəkilçilər gələ bilər. Məsələn, bayaqlarda gördük, nənəm yazılmışdı. Nənəm, gil. Görürsünüz, gil leksikdir. Ondan əvvəl mənsubiyyət şəkilçisi gəlib. Leksik şəkilçilərlə bağlı fikirlərdən biri səhvdir. Gəlin baxaq. Ön şəkilçilər leksikdə düz deyir. Leksik şəkilçilər yeni mənalı söz yaradır. Leksik şəkilçilər cümlədə sözləri bir-birinə bağlamağa xidmət edir. Aha, sözləri bir-birinə bağlamaq xidmət edən qrammatikdir.
Leksik şəkilçilər söz yaradıcılığında iştirak eləyir, düzdür, yeni sözlər yaradır. 1, 2 və 4 cür yazılır. Qrammatiklər 2 və 4 cür yazılır. Xəbəri şəkilçilərə bağlı səhv fikri müəyyən edin. Vurğu qəbul eləmir, düz deyir. 2 və 4 cür yazılır. Bütün əsas nitq hissələrinə artırıla bilir. Bunu tamamilə düz deyir. Sonra qoşmalarla işlənə bilir. Məsələn, bunlar sənə aiddir deyirəm. Bəli, qoşmalarla gördüyünüz kimi işləndi. Başqa şəkilçilərin amonimini yaratmır, səhvdir, yaradır. Məsələn, bayaqlar özünüzdə gördünüz ki, ıq şəkilçisi amonim yaratmışdı. Sonra aq şəkilçisi var idi ki, bu da amonim yaratmışdı. Ona görə deməli, bu da yanlış fikirdir. Həmçinin dır şəkilçisindən də bayaqlara baxdıq. Bunlar haqqında geniş danışdıq. Nümunələr göstərdim, ona görə getdim. Hansı bənddə işarələnmiş sözlərin şəkilçiləri amonimdir? Yataq otağı, filmə baxaq. Baxın, indi bu. Birində leksik şəkilçidir, yatmaqdan yataq. İsim düzəldir, feildən isim. Birində də ki, şəxs xəbəri şəkilçisidir və görürsünüz, amonimliyi yaratdı. Quşların nəğməsi, dayəsi, mənsubiyyət, hərbi, kütləvi, bunlar leksik deyil, eyni funksiyonu yerinə yetirə bilər. Çatmalıdır, gələcəkdir. İkisine dir, qrammatikdir. Amonimlik yoxdur. Kitabını itirmə, oynamağın, sən oynamağın sənin kitabın ilə eynidir. Hansı bənddə eyni cür yazan şəkilçilər müxtəlif funksiya daşıyır? Amonimlik istəyir burada da. İllik, plan, yazlıq, taxıl eynidir. Eyni funksiyadır. İsimdən sifət yaranır. Görməli yerlər, oxumalı kitab, fe'li sifət. Məktubu yazdır. Yazdırmaq, döşəməni sildirmək, ikisinə də dir leksikdir. Tarixi, hadisə, mülki, geyim, ikisində də sifətdir. Səpin, gecikir, səpməkdən səpin ismi yarandı. Gəlindəki şəxs xəbəri şəkilçisidir, ikinci şəxsin cəmindədir, əmr şəklindədir, variantı olacaq. Hansı sıradakı sözlərdən biri verilən bütün tələbləri ödəsə də, digər heç bir tələbi ödəmir? Baxaq. Tərkibinə görə təhlili iki cür düşünülür. Kökü fe'li amonimdir. Başqa sözü eyni köklü ola bilər. Qrammatik şəkilçi ilə işlənib. Baxaq görək hansını çıxa bilərik. Qrammatik şəkilçi ilə işlənib. Biridir yerinə yetirsə də digəri yerinə yetirmir. Gəlin baxaq. Tərkibinə görə təhlili iki cür düşünülür. Soyudur. Tərkibinə görə iki cür düşünmür. Soyumaqdan, soyutmaq, soyudur. Azım, yox. Azım nə idi? Alınmadı. Yazılar. Yazmaqdan yazı, yazılar. Bunu iki cür düşünmək olar. Yazmaqdan yazı, bəlkə sözü. Yazmaqdan yazı, yazılar isim. Yazmaqdan yazılmaq, yazılar. Qrammatik. Tamam. Tərkibinə görə təhlil iki cür düşünüldü. Digərdir ödəməsi. Bağdan bağlamaq, bağdan bağlamaq, bağlamaq, bağlanacaq. Kökü fe'li amonimdir. Kökü deməli bunun yazdı. Bəli, fe'lin amonimdir. Başqa sözü eyni köklü ola bilər. Məsələn, yazı, yazıcı şəklində. Qrammatik şəkilçi ilə işlənib düzdür. Digəri ödəməməlidir. Tərkibinə görə təhlili iki cür düşünülmür. Kökü fe'llə amonimdir. Baxaq görək. Kökü fe'llə anonim deyil. Bunu ödəmədir. Başqa sözü eyni köklü ola bilər. Bağlanacaq. Digər heç bir tələbi ödəmir. Bağlanacaq, bağdan, bağlanmaq, bağlanacaq. Sonra deməli bu olacaq. Bağlanmaq sözünə götürə bilərəm mən bunu. Olmadı. Qrammatik şəkilçi ilə işlənib. Bu işlənib ödəməməli tələbi. Burada qrammatik şəkilçisi olmamalıydı. Alınmadı. Burada iki dənə tələbi ödədi. Həm başqa sözə eyni köklü ola bilər, həm də qrammatik şəkilçi ola bilər. Alınmadı. Sıxlaşaq, sıxdan, sıxlaşmaq, sıxlaşaq. Tərkibinə görə təhlil iki cür. Burada algı parçalayaram. Kaş sıxlaşaq şəklində, arzu şəklində eləyə bilərəm. Kökü fe'lin amonimdir. Bəli, bunun kökü deməli fe'l deyil, sıx sifətidir və deməli fe'lin amonimdir. Başqa sözü eyni köklü ola bilər. Məsələn, sıxlıq sözü ilə ola bilər. Qrammatik şəkilçi ilə işlənir. Bunu ödədi. İndi bunun digərinə baxaq. Tərkibinə görə təhlil iki cür düşünülür. Xeyr, sadədir.
Kökü qaldırmaqdır, xeyir. Və feldir. Başqa sözə eyni köklü ola bilər. Bu da ödəmədir. Qrammatik şəkil içi də işlənib. Çünki başqa sözə eyni köklü niyə ola bilməz? Sadədir. Ona görə ola bilməz. Qrammatik şəkil içində də işlənməyib. Bütün tələbləri ödədi bu. 46 da C olacaq. Digərlərinə də baxaq. Ayaqlandıq. Ayaq, ayaqlamaq, ayaqlanmaq, ayaqlandıq. Deməli, burada bunu iki cür düşünmək olmur. Ona görə alınmadı. Mənimsəmə, məndən, mənimsəmək, mənimsəmə. Deməli, mənimsəmə. Sonra yollandıq, yoldan, yollamaq, yollanmaq, yollandıq. Kökü fellə yol amonimdir, isimdir burada. Yoldan, yollamaq. Aha. Bu ödədi, yəni tələbə ödədi artıq. Amonim oldu. Başqa sözlə, məsələn, yolçu sözü ilə də eyni köklü ola bilər. Düzəltmədə zaten. Qrammatik şəkilçidə bütün tələbləri bu ikinci tərəf ödədi. Birinci tərəfdə də baxıram ki, mən var, kökü fellə amonim deyil. Tərkibinə görə təhlilin hər ikisinə də iki cür düşünmək olmur. Yəni tələbləri ödəmir. Gördüyünüz kimi artıq alınmır burada. Aha, getdi bu. Mənlik sözünə məsələn eyni köklü ola bilərdi. Düzəltmədə zaten. Sonra la ilə bağlı doğru fikirləri müəyyən edin. Leksik şəkilçi kimi zərf yarada bilir. Leksik şəkilçi kimi zərf. Məsələn, cəsarətlə. Cəsarətlə. Ehtiyat da yazaq. La yazıb orada. Ehtiyat da yazaq. Ehtiyatla. Düz deyir. Biri götürəcəyik 47-də sonra. Deməli, atamla sözünə lalə tərzəlikə zərfi düzəltmişdir. Atamla geti kim ilə qoşmadı. Nənəmlə danışdım cümləsində lə bağlayıcıdır. Xeyr, qoşmadı. Kimlə danışdım? Nənəmlə danışdım. Sonra Raufla Nüsrət bugün dayımla şəhərə getdilər. Nümunəsinə birinci la bağlayıcı, ikinci la qoşmadı. Burada bizə nə istəmişdi? Hə, doğru fikirlərlə düz deyir. Bəli. Rauf və Nüsrət bir də ki, kimlə dayımla gediblərmiş. Getdilər. Bəli, düzdür. Biri götürdük, dördü götürdük. Fe'lərin yaranmasını iştirak eləyir. Bəli, məsələn, irəli zərfinə irəliləmək fe'li yarana bilər. Doğrudur. Sonra digərinə baxaq. Hansı sözlər ön şəkilçi işlənmişdir? Bir şərəfdə işlənib, nadürüstdə işlənib, ondan sonra adamdan namusluda yoxdur. 1-2. Sonra 49-a baxaq. Ön şəkilçisində hansı sözlərdə həm leksik, həm də qrammatik şəkilçi kimi düşünmək olar? Sərində olmur, amma biçində əmr eləyə bilərəm. Sərində belə olur, sərməkdən sərin əmr eləyərəm. Bir də ki, başlanğıc forması olar sərin. Sadə olar, alınmaz. Amma biçində əmr eləyə bilərəm. Biçin. Bir də ki, biçməkdən biçin. Biçin başladı. Nə başladı? İsim kimi düşünmək olar. Axın. Aha. Üçü də götürmək olar. Məsələn, çaylar sürətli axın deyə bilərəm. Müraciət eləyəcəm. Şəxsləndirmədən istifadə eləyəcəm. Axmaqdan axın. Deməli, axın başladı desəm, nə başladı? Sifət olacaq. Axmaqdan axın başladı. Deməli, birində qrammatik şəkilçi kimi, birində leksik şəkilçi kimi götürdük. Düzdür. Dözün. Burada yeni leksiki alınmır bunun. Bilin sözünə baxaq. Bilində baxaq görək alınırmı? Bilində də alınmır uşaqlar. Bilində də alınmır. Bu da getdi. Yığına baxaq. Yığmaqdan yığın. Əmr şəklində yığın. Bir də ki, yığın başladı desəm, isim olacaq. Nə başladı? Yığın başladı. 2, 3, 6 şəklində götürmək olar. Bugünün izahımız bu qədərdir. Ümid edirəm ki, sizə aydın oldu. Abunə olmağı, şərh yazmağı və bəyənməyi unutmayın. Sağ olun.